Bəli, mən Vüsal Kəlbəcərli bu günlərim yenə də Tərtərdə duyarkən də yanan evin yanına gəlmişik. Bir şükürlər olsun ki, gördüyünüz kimi o materialları göstərirsiniz. Bax, gördüyünüz kimi şükür Allaha ki, evin üstünün bəzi materialları var, amma bəziləri çatmır. İnşallah yəqin ki, yenə də dəstək olunar. Yenə də xahiş edirik, olunsun. 40 dənə sallama və 40 dənə şifer lazımdır. Və evin burası gördüyünüz kimi dirəklər qoyulubdur. Gəl. Bax, yuxarı hissə qoyulubdur. Yəni, sənin sıvaqlar üçün qum da var, siment də var, sağ olsunlar. Bax, əsas odur ki, bax, bir dənə bura, pəncərə də deyilibdir, olacaqdır. Və bir dənə, bax, bunlar vurulub tamısı, şükür Allaha. Gördüyünüz kimi, hər biri olubdur. Min şükürlər. Və inşallah inanırıq ki, adət olan orqanlar və o cümlədən də bizim imkanlı şəxslərimiz yenə də bu ailənin bir dənə kilişasına adda da olsa dəstək olsalar təşəkkür edirəm. İndi nömrəni yazacağım, bu ailənin nömrəsini əlaqə saxlayan kart nömrəsində verəcəm. İnşallah bazarınız qədər dəstək olun. Hər kəs, bütün Kəlbəcərlər, Kəlbəcər sakinidir. Hər bir kəs, biri 5 manat, biri 10 manat, biri 20 manat, biri 50 manat, biri 100 manat olsa qısa bir müddətə qutarar. Allahın izni ilə. Təşəkkür edilib, pəncərələr verilibdir, qapı verilibdir, qum verilibdir, siment verilib, şpaklovka verilibdir. Üstün bəzi taxtalar çox 50% taxtası verilibdir. Bir dənə qalıbdır, 40 dənə sallama, 40 dənə şifer. Tikinti materialı dükanlarına və iş adamlarına, Tərtərin və Kəlbəcərin qeyrətli oğullarına müraciət edirəm. Xahiş edirəm dəstək olsunlar. Təşəkkürlər.